Salam, kanalıma videoma xoş gəlmisiniz. Mən Münir. Bu videoda Misirdə ilk günümü sizlərə göstərəcəm. İlk öncəliklə qaldığımız oteldə terasında piramidalar göstərir. Onu da sizə göstərəcəm. Belə piramidalar görsənir və çox qəşəngdir. Gedəcəyik. Şəhərləri biraz çox tozludur. Bu oteldən çıxacağıq və otel dəyişdirəcəyik. Çünki bura həm çox balacadır, həm də digər otellərə görə çox baha deyirlər. Ona görə otel dəyişdirəcəyik. Elə bu oteldən çıxacağıq və işlərimizi digər otelə aparacağıq. Müzəyə gedəcəyik. Müzəyə də çox yaxındır. Elə gəldik və sizə otağı göstərəcəm. Oteldən çıxdıq və gedirik müzəyə. Müzəyə gəlmişik və dondurma almışıq və növbəmizi gözləyirik. Saat 1-də də müzəyə girəcəyik. İşte göstərdiyim heykəl Dahamon orijinal heykəldir. İkinci Ramzesdir. Burada da məlumatları yazılır. Bunlar taşlar, enişler. Taşlar. Herkes bir son şey için enişteden nerede? Kaç kadar banlar gibi? Səhv eləmirəmsə, Kral Menkaurun heykəlidir. İngiliscəm yaxşı olmadığı üçün bunların sözünə baxamıram. Bunlar da başı qopmuş heykəllərdir. Bunlar kimindir? Kral, bu necə oxunur bilmirəm. Karifadın heykəlidir. Kuşunun qızıldan taxtıdır. Bunda təxmini 4 nəfər çiyninə atır və belə daşınır. Müzeyin içindəki bir dənə restorana girəcəyik. Orada da yemək alacağıq. Çünki çox acıq və çox yorğunuq. Kaz vermişdik. Bu gəldi. Biz elə bildik səbzə qazdır. Amma məğərsəm şaurma buymuş. Yəni Misirə gəlsəz bilin ki, şaurma budur. Chicken şaurma. Həm də çaşıb, yəni biz Azərbaycanda kimi olduğunu bilib 3 dənə zakaz vermişdik. Necə yiyəcəyi bilmirik. İçməyə 5600 Egipşon verdik. Misirdə bu Grand Museum'a gəlmək istəyirsinizsə, yəni bu
Zoba restoranında biraz yani biz ucuzluqdur deyəcəkdik, amma 12% ya 14% servis haqqı falan istəyirlər. O da çox bahaya baş gəlir. Yəni diqqət edin.